Heydər Əliyev və Qarabağ sərgisində Ulu Öndərin Qarabağın siyasi, iqtisadi, sosial və mədəni inkişafında xidmətlərini əks etdirən fotoşəkillər, sənədlər və video materiallar nümayiş olunur. Burada eyni zamanda ümumilli liderin vaxtı ilə Qarabağa səfərlərinə, keçirdiyi müxtəlif görüş və tədbirlərə aid fotolar da yer alıb. Sərginin ekspozisiyası 1969-cu ildən başlayaraq Qarabağ və Şərqi Zəngəzurun tarixində başlanan böyük dönüş dövrünü ziyarətçilərə çatdırır. Doğma xalqının böyük təəssübkeşi olan dahi şəxsiyyət Heydər Əliyevin mürəkkəb tarixi şəraitdə bölgədəki həyatın bütün sahələrində həyata keçirdiyi geniş islahatlara dair faktlar, foto və video materiallar vasitəsilə ziyarətçilərə təqdim olunur. Sərgidə ümumilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən İz filmi də nümayiş olunur.